Söyüş söymək müsəlmanın əxlaqına yaraşmır. Bu tərbiyəsizlikdir. Burada iki nəfərdən biri ixtilaf etməyib ki, söyüş söymək tərbiyəsizlikdir. Mən hər dəfə deyirəm, söyüş söyməmək üçün dindar olmaq lazım deyil. Namaz qılan, oruz tutan, ibadət yox. Söyüş söyməmək üçün nə olmaq lazımdır? Kişi olmaq lazımdır ki, söyüş söyməyəsən. Bəzən elə əxlaqlar var ki, hətta vallahi səhabələrdən biri deyir ki, nəmmamlıq bilirsiniz nədir? Söz aparır, gətirən ara vurur. Deyir, səhv eləmirəmsə Abu Bakır deyir, radiyallahu anhu, deyir ki, əgər şəriətdə nəmmamlıq haram edilməsəydi belə, yəni Allah qadağan etməsəydi belə, yaraşdırmazdıq özümüzə deyir. Yəni kişi nəmmam olmaz, düzdür qardaşım. Eyni ilə söyüşü bunu aid eləmək olur yoxsa yox? Aid eləmək olur. Kişi söyüş söyməz qardaşım.